Bəli, mənim əziz dostlarım, sonuncu 4-cü hissədə biz yenidən bərabərik. Mən səni sevirəm cümləsi ilə bunu bayaq, mən emosiyalarımı bayaq sizlərə göstərdim. Qəzəbdə, sevincdə, xoşbəxtlikdə, ağlayaraq, bundan əlavə qəzəb, nifrət, bu emosiyalarda mən o cümləni sizin üçün ifadə elədim bayaq. Bu aktyor sənətinin olmazsa olmazıdır. Emosiyalar aktyor sənətinin olmazsa olmazıdır. Bu çox önəmlidir. Yəni əzbərdən daha çox, dialoq əzbərindən daha çox emosiyanı tamaşaçı ötə bilmək daha önəmlidir. Ən önəmlisi budur. Və elə bunun üçün də mən sadəcə bu videolarımla əlavə başqa qısa shorts videoları da çəkəcəm. Hər duyğu, emosiya ilə bağlı belə videolar çəkib tez-tez paylaşacağım. Siz də mənim kanalıma abunə olmağı, YouTube kanalıma abunə olmağı, Instagram və TikTok hesablarımı izləməyi unutmayın. Həm Instagram, TikTok profillərimdə, həm də YouTube kanalımda bildirişləri aktiv eləməyi də unutmayın ki, videolardan ikisinin xəbəriniz olsun və eyni zamanda videolarımı bəyənib altına da yazmaq unutmayın. Sponsorluq işbirliyi üçün, eyni zamanda aktyorluq təhsili, qabiliyyət imtahanına hazırlıq üçün də mənimlə əlaqə saxlaya bilərsiniz. Instagram və TikTok DM'dən və eyni zamanda YouTube'da rəy yazmaqla da əlaqəyə keçə bilərsiniz. Əziz dostlar, gələn dəfə yeni bir mövzuda biz yenidən görüşəcəyik. Növbəti videolarımda görüşmək ümidi ilə hələlik sağ olun.